yarattığı kimi elə özü də dağıdan. Nəyə görə göndərdin Quranı bizə? Əgər göndərəcəkdinsə bu şeytanı bizə. Din iman əvəzinə pul ilə qurulur təməl. Sonra gözümüzü yumuruq, deməli çatdı bəcər. Məgər budurmu bizim həyatımızın mənası? Bu cür yaşamağın de nədir faydası? Bir yanda azadlıq, bir yanda zindan, bir yanda din iman, bir yanda şeytan, bir yanda qeyb, bir yanda zulüm. Əvvəlimiz ana bətni, sonumuz ölüm. Gözümüzdən görünməyən pərdələr asılır. Pərdənin arxasında kim bilir nələr yazılır. Bəlkə də yazılır bəxtimizin acı üzü, bəlkə də yazılır acı bəxtimizin yüzü. Yaşadıkça bu dünyada ömrümüz gedir bada, cismimiz torpaqda qalır, ruhumuz uçur səmada. Bu da bir ömür payıdır, çıxışda var girişdə. Həyat yolumuzda yoxuşda var enişdə. Yoruldum adamların saxta üzünü görməkdən. Yoruldum, yoruldum, yoruldum deməkdən. Yoruldum mən hər şeyin düzünü bilməkdən. Neyse bir sözlə yoruldum, yoruldum deməkdən sözün düzünü yoruldum.